Buradan həmin insanlara deyirəm ki, ar olsun. Bu nəsə ədəbsiz, nəsə layiqsiz bir şeydir. Evdə diqqətsizlik, məsələn, kişinin qadına, qadının kişiyə olan diqqətsizliyidir. Son zamanlarda ölkəmizdə evli şəxslərlə münasibət yaşayan insanların sayının artdığı iddia olunur. Bəs vətəndaşlarımız bu vəziyyətlə bağlı nə düşünür? Ailəli şəxslərlə münasibət quran insanlara necə baxırsınız? Yəni ümumiyyətlə belə pis baxıram, çünki yəni fərqi yoxdur, hansı xalqda olsun, yəni bizim və ya da başqa xalqda. Yəni bu məncə heç bir xalqın mentalitetinə aid olmalı deyil. Bir insan başqa insanla artıq əlaqədədirsə, yəni düzgün deyil onların ailəsini dağıtmaq. Mən belə başa düşürəm ki, iki insanın münasibəti yalnız iki nəfər üçündür. Əgər kimsə evlidirsə, orada artıq üçüncü şəxs yaranır və bu münasibət deyil, bu nəsə ədəbsiz, nəsə layiqsiz bir şeydir. Yəni bu olmamalıdır. Mən çox mənfi münasibət bəsləyirəm. Hər hansı bir evli şəxsin subay bir insanla və yaxud digər bir evli insanla ailə qurmasına, ümumiyyətlə həyat yaşamasına çox yanlış baxıram. Bunun da əsas səbəblərindən biri də nədir? İnsan birinci öz dəyərlərini qorumalıdır. Əgər sən öz dəyərini qoruya bilmirsənsə, sən nə ailə dəyəri, nə sən növbəti ikinci tapdığın bir şəxsə verəcəyin dəyər, nə sən övladı var, nə sən atana, anana verəcəyin dəyər heç vaxt üst səviyyədə ola bilməz. Xoşbəxt ailə qursalar, xoşbəxt olarlar. Əsas odur, xoşbəxt olsunlar. Xoşbəxt kimi yaşasınlar, necə deyərlər, ücrətləri yaxşı olsun. Bir insan olaraq, bir şəxsiyyət olaraq insan ən azı sadiqliyi bacarmalıdır. Əgər bu günləri sən öz ailəvi təmin edə bilmirsənsə, hər hansısa bir məsəl üçün deyək ki, ailənin içində istəyir sosial, istəyir iqtisadi böhranın var, çətinliyin varsa, sənin durub gedib kiminəsə münasibət qurmağın ən azı özünə hörmətsizlikdir. Və mən buradan birbaşa elə sizin vasitənizlə təşəkkür edirəm ki, əvvəla belə bir mövzunu gətirmisiniz gündəmə. Buradan həmin insanlara deyirəm ki, ar olsun. Əvvəla gedin öz ailənizin, necə deyərlər, ən belə deyək də, xırda bir detallarla problemlərini həll eləyin, sadiqliyi öyrənin. Sonra ən azı bir də güzgü qabağında, ayna qabağında özünüzə baxın, şəxsiyyətinizə qiymət verin. Sosial şəbəkənin inkişafı müsbət tərəfləri ilə yanaşı, mənfi cəhətlər də var. Bununla birlikdə xəyanətin çoxalmasına da səbəb olur. Məncə buna əsas səbəblərdən biri evdə diqqətsizlik, məsələn, kişinin qadına, qadının kişiyə olan diqqətsizliyidir. Bunun da qarşısını almaq üçün sevib evlənmək lazımdır mənim fikrimcə.